اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وبارئ الخلائق الأجمعين، والصلاة والسلام على سيدنا ونبينا حبيب إله العالمين وطبيب نفوسنا أبي القاسم محمد وآله الطيبين الطاهرين المنتجبين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني سلام الله ما بقيت وما بقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ورحمة الله وبركاته. Əziz, möhtərəm müsəlmanlar, cəmaatımız, möminlər, məscid əhli, artıq Muharrem ayının 2-ci günündəyik. Hz. İmam Hüseyn əleyhissalamın əza məclisinə toplaşmışıq və dünyanın fərqli yerlərində, həmçinin ölkəmizdə Hz. İmam Hüseyn əleyhissalamın, əziz Peyğəmbərimizin pak övladının, Hz. Əmirəl-Möminin və xanım Fatimə Zəhra salamullahi aleyhanın pak övladlarının əza məclisləridir, onların zikr məclisləridir. Allah Teala bu məclisləri qəbul eləsin və bizlərin də hər birimizin iştirak edən, bu əza məclisində iştirak edən, qəlbləri Hz. İmam Hüseyn əleyhissalamla, Kərbəla şəhidləri ilə bərabər olan, onların timsalında, haqq yolunda olanlarla bərabər olanları da Allah Teala onların əməllərinə inşallah şərik eləsin. Hz. İmam Hüseyn əleyhissalam cəddi Peyğəmbər kimi, sallallahu aleyhi və aleyhi və səlləm kimi bəşəriyyəti, insanlığı haqqa doğru dəvət edən dəvətini yerinə yetirmək üçün, icra eləmək üçün öz vətənini tərk elədi. Yəni cilayi vətən oldu. Mədinəni tərk elədi, Məkkəyə doğru, oradan da Kufəyə doğru. Məqsəd özünün də buyurduğu kimi İnni uridu ən ə'mura bil ma'ruf və ənhə anil munkar və əsira bisirati cəddi və əbi Ali ibn Əbi Talib. Özünün də buyurduğu kimi mən bu yola insanları yaxşılığa dəvət eləmək üçün, əmr bil ma'ruf üçün çıxıram. İnsanları haqqa dəvət etmək üçün çıxıram və insanları pisliklərdən, münkərdən, Allah Taala'nın sevmədiyi, bəyənmədiyi və eyni zamanda fitrətin də inkar etdiyi pisliklərdən insanları uzaqlaşdırmaq üçün bu yola çıxıram. Və inniəsiru bisirati cəddi və mən cəddim Peyğəmbərin yolu ilə gedirəm və atam Ali ibn Əbi Talib əleyhissalamın yolu ilə gedirəm. Həzrəti İmam Hüseyn əleyhissalamın sözündən də göründüyü kimi, həqiqətən də İmam Hüseyn əleyhissalam vətəndən çıxışını, Mədinəni tərk eləməsinin səbəbini babası cəddi Peyğəmbərin yolunun davam etdirməsi məqsədi ilə çıxdığını bəyan edir. Ümumiyyətlə, İmam Hüseyn əleyhissalamın çıxış səbəbinin bir neçə aydın izahların, bəyanların özü ifadə eləyib, bəyan eləyib və bunun da üzərində çoxlu təhlillər aparılıb. İnsan övladı, insanlar bəzən sülh şəraitində olarkən, yəni hər hansı bir böhrana, sıxıntıya, çətinliyə düşməz ikən, insanlar onların hansının mənəviyyatlı, hansının mənəviyyatsız olduğunu bilmək çətindir. İnsan övladı imtihan vaxtı,
sıxıntı vaxtı, çətinlik vaxtı kimin mənəviyyatlı olduğu, kimin isə mənəviyyatsız, yəni etiqadsız, etiqadının zəif olduğu üzə çıxar. Və Hz. İmam Hüseyn əleyhissalamın bu hərəkatı, bu çıxışı da eyni ilə o insanları böhran vaxtında biri-birindən ayırt etmək üçün bir vasitə oldu. Ki, təqvalı insanla təqvasızları bir-birindən ayırt etmək üçün sanki Hz. İmam Hüseyn əleyhissalamın Rəbbinin sınağının bir cilvəsinə çevrildi. Yəni Allah Taala'nın sınağının bir məzhərinə çevrildi. Ki, onun vasitəsilə mənəviyyatı təmiz olan insanlar və təmiz olmayanlardan ayrılsın. Çünki Əhl-i Beyt imamı əməl tərəzisi, tuğba ağacı kimidir və haqqın məzhəridir. Yəni haqqın göstəricisidir Əhl-i Beyt imamı. Əqidələr, mənəvi keyfiyyətlər və əməllər isə haqq adlanan o çəki vahidi ilə ölçüyə, mizana qoyulan əməllərdir. Yəni, insan cəmiyyətinin və yaxud cəmiyyətin üzvlərinin, fərdlərin etiqadları, yəni iman gətirdikləri şeylər, onların danışdıqları sözlər, əməlləri hansı etiqadın, hansı dəyərlərin çərçivəsi içərisindədirsə, onlar hamısı haqq tərəzisində ölçülməklə dəyər tapacaqlar, qiymətləndiriləcəklər. Qiyamət günündə o tərəzi ilə qiymətləndiriləcək. İnsanların əməlləri də, insanların düşüncələri də, etiqadları da. Əməl tərəzisi, deyilən haqq tərəzisi bizim bildiyimiz, yəni dünya mallarını, nə bilim, ərzaqını filanını çəkən tərəzi kimi deyil. Hansısa bir ərzağı qoyasan tərəzinin bir gözünə, digər gözünə çəki vahidi olan bir daşı qoyasan və o əşyanın, o əmtə malının çəkisini ölçəsən. Bu cür tərəzi deyil. Haqq tərəzisi belə deyil. Bəs haqq tərəzisi necədir? Yəni, Quran təbiri ilə haqq mizanı necədir? Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, biz haqqı və kitabı, daha doğrusu mizanı və kitabı sizə nazil etmişik. Yəni Allah Teala biz insanlara kitabla bərabər ölçü vahidi göndərib. Təkcə kitabı göndərməyib. Əgər buyuranda ki, Quran-ı Kərimdə biz sizə kitabı göndərmişik, kitab kifayət eləmir insan övladının hidayəti üçün. Buyurduğu kimi, biz kitabla bərabər mizan da göndərmişik. Bəs o mizan nədir? Kitab bilindiyi kimi Quran-ı Kərimdir. Yəni Allah Taala'nın kitabı əmirləri və qadağaları ilə, bütün tövsiyələri ilə, bütün ilahi hidayət ayətləri ilə olan Quran-ı Kərimdir. Bəs ikinci göndərdiyi mizan nədir? Mizan o kitabın təlimini alan, o kitabdan tam xəbərdar olan və o kitab üzərə yaşayan haqq imamlarıdır. Allahın höccətləridir ki, onlardır mizan. Hz. İmam Hüseyn əleyhissalam bu səbəblə cəmiyyətin, yəni insanların istər etiqadı olsun, istər əməlləri olsun, istər düşüncələri olsun, yaşadıkları dini çərçivə olsun, hansı etiqad çərçivəsində yaşayırlar, onların hamısının ölçüsüdür, ölçü tərəzisidir, mizanıdır. Bu mənada Quran-ı Kərimdə bu vəzn barəsində buyurduğu ayət-i kərimələrdən buyurur ki, وَالْوَزْنِ يَوْمَ اِذِنِ الْحَقِّ فَمَنْ سَقُلَتْ مَوَازِينُهُ فَاُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Buyurur ki, çəki, ölçü qiyamət günündə haqdır. فَمَنْ سَقُلَتْ مَوَازِينُهُ. Kimin çəkisi, yəni mizanı, dəyəri daha çox olacaq, etiqadı dəyəri Allah yanında və mizanın yanında, yəni ölçü vahidinin yanında kimin
dəyəri, ağırlığı daha çox olacaq. Ulaikə humul muflihun. Onlardır nicat tapanlar. Onlardır səadətə yetişənlər. Deməli, bizlərin Allah qatında olan dəyərimiz yaşadığımız dünyada bir dəyər ölçüsü olan, ölçü vahidi kimi bir vahidlərin, yəni mizan ölçülərin baxışlarına görə, dəyərlərinə görə qiymətləndiriləcəyik. Ona görə Hz. İmam Hüseyn əleyhissalam və digər imamlar kimi, Əhl-i Beyt imamları kimi cəmiyyətlərin, insan topluluqların mizanıdır. Dəyərlərinin ölçü vahididir. Onlara görə bizim əməllərimiz, bizim etiqadlarımız qiymətləndirilər. Onların mizanına görə bizim qiymətimiz, yəni Allah yanında olan dəyərimiz nə olar? Qiymətləndirilər. Digər bir ayət-i kərimədə Allah-u Teala Ali İmran surəsində buyurur: "Mə kənəllahu liyəzərəl mu'minin alə mə entum aleyhi hatta yemizəl xəbisə minət-tayyib." Buyurur ki, Allah pisi yaxşıdan, münafiqi mömindən ayırmaq üçün möminləri olduğunuz vəziyyətdə qoyan deyildir. Deməli, Allah Teala yaxşı ilə pisi, möminlə münafiqi bir-birindən ayıracaq. Sizi elə belə öz başına buraxmaz bu dünya həyatında. Yaxşı ilə pis bir-birindən ayrılması üçün sizin aranızda mütləq bir mizan olmalıdır, bir ölçü vahidi olmalıdır. O ölçü vahidinə görə siz dəyərləndiriləcəksiniz. Yəni, o mizana olan münasibətinizə görə biz insanlar, bəşər övladları, xüsusən müsəlmanlar, Qur'an-ı Kərim ayətlərinin ünvanı olan müsəlmanlar o ölçü vahidlərinə görə dəyərləndirirlər. Hz. İmam Hüseyn əleyhissalam həm zamanında olan müsəlmanlar üçün yaxşını və pisi bir-birindən ayırt etmək üçün bir mizan idi, ölçü vahidi idi, həm də özündən sonraki zamanlar ərzində də, qiyamət gününə qədər də mizan ölçüsüdür. Bugünkü günün özündə də Hz. İmam Hüseyn əleyhissalam mizanın, ölçünün məzhəridir. Mizan ölçüsünün məzhəridir. Ona görə bu məclislərə, İmam Hüseyn əleyhissalamın məclislərinə və yaxud onun zikrini yad edənlərə olan münasibət o mizanın, ölçünün göstəricisidir. Allah Teala bizi Hz. İmam Hüseyn əleyhissalamdan ayrı salmasın inşallah. Qur'an-ı Kərimdə Ər-Rəhman surəsinin bir ayət-i kəriməsində Allah-u Teala buyurur ki: Bismillahirrahmanirrahim. Vəs-səmâ'u rafa'aha və vada'al mizan əllə tətğav fil mizan. Allah göyü ucaltdı, səmanı ucaltdı və mizanı, yəni ölçünü, nizami qanunları qoydu. Sonra buyurdu ki mizanda həddi aşmayasınız. Mizanda, ölçüdə həddi aşmayasınız. Tüğyan eləməyəsiniz. Yəni ölçüləri gözləyəsiniz. Sizin imtihan olunacağınız, sizin üçün dəyərinizin qiymətləndiriləcəyi o mizandan həddi aşmayasınız deyə Allah Teala ölçünü və mizanı qoydu. Səmanı qaldırdı, göyün ucaldılması təkcə fiziki mənada deyil, yəni fiziki aləmin yaradılışına aid olmayan məsələdir. Həm də bütün aləmin dəqiq qanunlar əsasında idarə olunmasını işarə edir Allah Teala. Bunun ardınca mizan anlayışı gəlmək mənası kainat təsadüflər üzərində deyil, ölçülər, tarazılıqlar və ölçüyə aid olan ölçü vahidinin olmasını bəyan eləməkdir. O hikmət üzərində yaranışı bəyan eləməkdir. Mizanın bir mənası kainatın ümumi tarazlıq sisteminin Allah Teala'nı bütün bu tarazlıq sistemini xəlq eləyib və hər şeyi ölçü ilə yaratmasına işarədir. Ki, məsələn, bütün fiziki qanunlar olsun, astronomik nizam olsun, canlıların quruluşu olsun və yaxud varlıq aləminin inkişaf mərhələləri olsun, bütün bunlar hamısı müəyyən mizan əsasındadır, ölçü əsasındadır. Onlar üçün təqdir olunmuş ölçü əsasındadır. Bu mənada
Günəşin hərəkəti özü bir mizandır. Yəni təbiət aləminə aid olan mizana görə günəşin hərəkəti özü bir mizandır. Planetlərin orbitləri özü bir mizandır. Və yaxud təbiətdəki tarazlıq özü bir mizandır. İnsanın ruhu və bədəninin uyğunluğu da bir mizandır. İnsanın ruhu ilə bədəni arasında uyğunluq Allah Teala necə bir uyğunluq tapıb ki, təbiətdə xəlq olunmayan insan ruhu təbiətdə xəlq olan insan bədəni ilə uyğunlaşsın. Bu uyğunluğun özü böyük bir mizandır. Böyük bir təqdirdir, qədərdir. Allah Teala yəni bunu bacaracaq, Allahdan başqa bacaracaq heç kəs edə bilməz. Mələkut aləmində yaradılmış Allah Teala'nın ol əmri ilə bir kərə nə inkişaf etməyə, nə tədrici inkişafa tabi olmayan ruh, tədrici inkişafla ən kiçik mikroskopik haldan əmələ gəlib yavaş-yavaş böyüyən bədənlə uyğunluğu Allah Teala'nın bir mizanıdır. Yəni böyük bir nizam var bunda. Necə bu iki ayrı yaradılışı bir insanda cəm eləyib. İki fərqli yaradılışı bir insanda cəm eləyib. Bu təbiətə aid olan mizandır. Bir də var, bir mizan, haqqı tanıdan mizan var. Haqqı tanıdan mizan hansıdır? Bayaq dediyim kimi Allahullezî enzəlel kitâbe bil haqqı vel mizan. Allah o kəsdir ki, kitabı, haqq olan kitabı və mizanı nazil edib. Yəni bu haqqı tanıdan mizan da başqadır. Onlar kimlərdir? Haqqı tanıdan mizan peyğəmbərlərdir. Haqqı tanıdan mizan nə? Başqa kimdir? Başqa nədir? İlahi vəhidir. Peyğəmbərlərə göndərilmiş, edilmiş vəhidir. Allah Teala'nın xüsusi seçdiyi bəndələrə etdiyi vəhidir. Və yaxud Allah Teala'nın peyğəmbərlərdən sonra seçdiyi canişinləridir. Allah Teala'nın höccətləridir. Peyğəmbərlərin vəsiləridir. Allah razı olsun. İlahi kitablardır və eyni zamanda imamlardır o mizan. Haqqa hidayət eləyən, haqqa dəlalət eləyən o mizan kimlərdir? Məsumlardır, imamlardır. İnsan öz düşüncə əməllərini də bu mizanlarla ölçməlidir. Yəni, haqqa dəvət edən mizanlarla ölçməlidir. Ariflərin nəzərincə وَالسَّمَاءُ رَفَعَهَا ayəsindəki Allah Teala səmanı göyə ucaltdı mənasında buyurur ki, əslində insan ruhunun ucaldılmasıdır. İnsan ruhu elə bir əməl eləyər ki, insan ruhu ən yüksəklərə qalxar, mələkut aləminin sakinlərinə sakin olar, yoldaş olar. Allah Teala xarici aləmdə yaratdığı mizanı deməli insanın daxili aləmində də xərq eləyib. O mizanı, o balansı, o nizamı insan övladının daxili aləmində də xərq eləyib. Məsələn, ağılla şəhvət arasında olan mizanı və yaxud qəzəblə mərhəmət arasında olan mizanı və yaxud dünya ilə axirət arasında olan mizanı. İndi bu əks qütbülü şeylər arasında yaradılmış bu mizanı hər bir insan o mizana sahib ola bilir, onu yerinə yetirə bilir. Ancaq kəmalata, kamilliyə doğru getmək istəyən insan neyniyər? O mizanı ölçülərinə özünü uyğunlaşdırar. Ona görə kamal sahibi insan daxili mizanını qoruyan insandır. O insan kamil insandır ki, o daxilindəki ağılla şəhvəti tarazlaşdıra bilsin. O daxilindəki qəzəblə mərhəmət hisslərini balastlaşdıra bilsin. Bir nizam əsasında saxlasın. Dünya ilə axirət seçimini doğru düzgün eləyə bilsin. Həm dünyasını təmin eləsin, həm də axirətini qazansın. O mizanı qorusun. Ona görə kamil insanlardır. O mizanla özünü o mizan çərçivəsində ölçə bilsin. Allah Teala bu ədalət və tarazlığı pozan mizanı bizlərə necə deyirlər, ayırt eləməyi nəsib eləsin. Çünki sonda o həmin mizan ədalət
və tarazlığı qorumaq üçün Allah Taala'nın göndərdiyi mizan ölçüsüdür. Ki necə ki Allah buyurur ki, mən səmada da bir nizam xəlq eləmişəm. Göylərdə, kainatda nizam xəlq eləmişəm. Ey insan evladı, əllə tətğav fil mizan. Sən də yer üzərində hansısa bir fəsad törətməklə Allahın qoyduğu, əsasını qoyduğu böyük nizamı pozmağa çalışma. İnsan evladının yer üzərindəki törətdiyi kiçik bir fəsad, kiçik bir günah, adicə tərəzidə aldatmaq, ölçüdə və çəkidə aldatmaq və yaxud başqalarının haqqına girmək, hansısa günaha mürtəkib olmaq Allah Taala'nın qoyduğu mizanı pozmağa cəhd eləməkdir. Nəinki o mizanın özünə qarşı çıxmaqdır. O mizanın məzhəri olan Peyğəmbər və onun pak övladlarına qarşı çıxmaqdır. Onlara qarşı qılınc çəkməyi hələ Allah Taala gör necə ağır, böyük bir fəsad adlandırar. Yəni kiçik bir fəsadı, kiçik bir günahı Allahın mizanını, nizamını pozmaq hesab edirsə Allah Taala, gör o mizanın məzhərini, mizanın özünə olan cürət, ona qarşı olan cürəti nə qədər Allah Taala ağır bir günahla, ağır bir cəza ilə cəzalandırar. Ona görə Allaha and verdik izzətinə, cəlalına, onun qoyduğu o mizanları tanımağı və o ölçülərə riayət eləməyi, özümüzü o ölçü ilə ölçməyi bizlərə nəsib eləsin. O ölçüyə nisbətən öz dərəcəmizi, öz necə deyərlər, dəyərimizi və qiymətimizi bilməyi Allah Taala bizə nəsib eləsin. Onlar ölçü vahididir, Peyğəmbər və Ali Peyğəmbər. Hz. İmam Hüseyn əleyhissalam bizim özümüzü ölçə biləcək, müqayisə edə biləcək, o ölçülə, ilahi ölçü daxilində saxlaya bilmək üçün bizə verilmiş fürsətdir, ilahi mizanlardır. Bu gecəki gecə Hz. Peyğəmbərimizin pak əhl-i beytinin ailəsində, xanedanında çox böyük ağır gecələrdir bu gecəki gecələr. Bugünkü günlər, yəni Kərbəlaya daxil olub və artıq Kərbəlanın çətin günlərini yaşamaq və susuzluğu qarşıda susuz olan günlərə yetişmək Peyğəmbər və Ali Peyğəmbər üçün ağır bir gün idi. Hz. İmam Hüseyn əleyhissalam aləmin mizanı olan Hz. İmam Hüseyn əleyhissalam Kərbəlaya daxil olanda, olmamışdan qabaq daha doğrusu, hələ Məkkədən çıxarkən əmisi oğlu Müslim İbn Əqili Kufəyə göndərir. Çünki Kufə cəmaatı Hz. İmam Hüseyn əleyhissalamı Kufədə gözlədiyini xəbər verirlər. İmam Hüseyn əleyhissalam o böyük çoxlu tələblərdən sonra, çoxlu məktublardan sonra onlardan dəqiq məlumat almaq üçün və beyət almaq üçün özü Kufəyə getməmişdən öncə əmisi oğlu Müslim İbn Əqili Kufəyə yola salır. Və yola salanda da onların başçılarına, xüsusən tayfa başçılarına, qəbilə başçılarına bir məktub yazır. Müslimi də onlara tanıtdırır. Buyurur ki, Müslim bilirsiniz, Hz. Əmir Al-Mömin əleyhissalamın həm kürəkənidir, həm də ki, qardaşı oğludur Əmir Al-Mömin əleyhissalamın, İmam Hüseyn əleyhissalamın əmisi oğludur, Haşimi övladıdır və Hz. İmam Hüseyn əleyhissalam Kufə cəmaatına məktubunda yazır ki, İnni bə'asun ileykum əxi. Müslim haqqında danışanda buyurur ki, İnni bə'asun ileykum əxi. Mən sizə öz qardaşımı yola salıram. Əgər istəsək ki, Müslimi tanıyaq, niyə bu 10 gecələrdən birin Müslim İbn Əqilə həsr olunur? Əhl-i Beyt tərəfdarları, Əhl-i Beyt sevənləri, böyük alimləri, arifləri bu cümlələrdən bizə aydın olur. Hz. İmam Hüseyn əleyhissalam Müslimi tanıtdıranda
buyurur ki, mən sizə öz qardaşımı göndərirəm. Müslimi qardaşı kimi tanıtdırır. Kim ola bilər? Peyğəmbər övladının, zamanın imamının qardaşı misalında. Kim o xoşbəxtliyə, o səadətə yetişər ki, zamanın imamı ona qardaşım deyə. Müslim bu qədər əziz idi Hz. İmam Hüseyin əleyhissalam üçün. Hz. İmam sonra buyurur ki, وَابْنِ عَمِّي eyni zamanda əmimin oğlunu göndərirəm sizə. Əvvəl əxi deyir, qardaşımı göndərirəm. Sonra buyurur ki, əmim oğlunu göndərirəm sizin yanınıza. Sonra davamında yenə də buyurur, وَسِقَتِي və buyurur ki, ən etibar elədiyim adamı göndərirəm. Müslim İbn Əqil Hz. İmam Hüseyin əleyhissalamın vəsfində birinci qardaşıdır. Sonra buyurur ki, əmim oğludur. Sonra buyurur ki, mənim ən etimad elədiyim adamdır. Ən mötəbər adamımdır. Müslim belə bir qəhrəman idi. Müslimlə görüşəndə, son dəfə tapşırıqlarını verəndə İmam Hüseyin əleyhissalam görüşdülər, sağollaşanda Müslim bir neçə addım atdı, uzaqlaşdı, artıq səfərə çıxmaq üzrədir. Bir neçə addımdan sonra yenidən dayandı, bir şeylər düşündü, geri döndü. Gəldi Hz. İmam Hüseyin əleyhissalamın qarşısına dayandı. Dedi, ya Əba Abdullah, mənə belə hiss gəldi, sanki Allah Taala'nın bir ilhamı oldu Müslimə. Belə hiss edirəm ki, bu görüş bizim sonuncu görüşümüz olacaq. Bu axırıncı görüşümüz olacaq. Mənə icazə ver, sənə bir də sarılım. Deyə Müslim sarıldı Hz. İmam Hüseyin əleyhissalama. Sanki Allah Taala ona bəyan elədi. Yəni artıq imamla görüşməyəcəyini ona bildirdi. Görüşdü, İmam Hüseyin əleyhissalam ağladı. Ağlaya-ağlaya ayrıldı. Hətta İmam Hüseyin əleyhissalam soruşdu. Dedi, ya Müslim, niyə ağlayırsan? Bəlkə qorxursan Şufiyə getməkdə, cəmaatın qarşısına getməkdə? Dedi, yox, qorxumdan deyil, ya Əbu Abdullah. Mən belə güman edirəm ki, sizi bir daha görməyəcəm. O ayrılığa görə dözmədim, bir daha sizə tərəf döndüm. Və geri dönüb İmam Hüseyin əleyhissalamla görüşdü, ayrıldı. Rəvayətlərdə var, deyir İmam Hüseyin əleyhissalam da Şufiyə gedən yolda elə Müslimi yad elədi və yad eləyəndə ağladı. Necə Müslim İmam Hüseyin əleyhissalamla ayrılanda ağladı, İmam Hüseyin əleyhissalam da onu yad eləyəndə ağlayardı. Ta ki, bilirsiniz, Müslimin başına çox hadisələr gəldi. Küfədə ona əvvəl beyət elədilər. Beyətdən neçə min insan arxasında dayandı. Onun İmam Hüseyin əleyhissalama beyət edilmiş kimi birinci Müslimə beyət elədilər. Üstündən bir gün, 2 gün keçəndən sonra, yəni elə həmin günün axşamı, daha doğrusu, artıq Müslimin ətrafında o beyət edən adamlardan heç kəs qalmadı. Heç kəs qalmadı və artıq sığınacaq yer tapmağa Küfə küçələrində ev tapa bilmədi. Kimin qapısını döydü, heç kəs Müslimə qapı açmadı. Yəni belə bir çətin məqamla qarşılaşdı. Küfəlilərin etibarsızlığı ilə qarşılaşdı. Müslimin bilirsiniz 5 övladı olub. Onların ikisi özündən sonra Küfədə şəhid edilib. İbrahim və Muhammed adında. Kiçik övladları, 10-11 yaşında övladları və faciəli şəkildə başları bədənlərindən ayrılıb. İki oğlu Kərbəlada Hz. İmam Hüseyin əleyhissalamın yanında şəhid olunub, meydana gediblər və meydanda şəhid olublar və bir qızı var, Atikə adında qızı da var idi. O qız da elə Kərbəlada şəhid oldu, amma artıq İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra ki, əsirlər ora-bura qaçmağa başladı, xeymələr yandırıldı, körpə uşaqlar səpələndi səhraya və arxalarıca atlar düşəndə Atikə bir neçə uşaq kimi atların ayaqları altında qalıb şəhid oldu. Amma ondan əvvəl Müslimin şəhadət xəbəri gələndə İmam Hüseyin əleyhissalama, İmam
xəbəri eşidəndə çox ağır oldu İmam Hüseyn əleyhissalama. Çağırdı sonra Atikəni, əvvəl başına sığal çəkdi. Kufə yolunda idi. Hələ Kufə yolunda çadırlarda Atikənin başına sığal çəkdi. Qızı Səkinə də atasını müşahidə edir. Və başqa uşaqlar da müşahidə edir. Biləndə, görəndə ki, İmam Hüseyn əleyhissalam bir körpə qız uşağının başına sığal çəkir, bildilər ki, o artıq yetim qalıb, atası şəhid olub. Və onlar da hüzünləndilər, kədərləndilər. Və İmam Hüseyn əleyhissalam uşağı bağrına bastı, dedi, qızım, bundan sonra sənin atan mənəm. Atan Müslim şəhid olub və məni atam biləcəksən. Yəni, nə ehtiyacların olacaq, mən qarşılayacağım. Sinəsinə bərk-bərk bastı və İmam Hüseyn əleyhissalam ağladı. Bu səhnəni Həzrəti Səkinə, İmam Hüseyn əleyhissalamın qızı müşahidə edirdi. Və bir gün oldu, yəni Kərbəla hadisəsi, Aşura hadisəsi baş verdi. Aşura hadisəsində artıq növbə İmam Hüseyn əleyhissalama çatanda ki, meydana gedir, heç kəsi qalmayıb, yarı ənsarı əlindən gedib, qardaşları əlindən gedib, gənc, cavan qardaşı balaları, Müslimin övladları kimi, Zeynəbin övladları kimi, Əbəlfəzl Abbasın özünün də qardaşları kimi, Haşimi övladları hamısı şəhid olub, Həzrət İmam Hüseyn əleyhissalam tək qalıb. Sonda meydana gedir, xeymələrdə vidalaşandan sonra qızı Səkinə dedi, atacan, ata minəndən sonra dedi, atacan, atdan düş bir zəhmət səninlə görüşmək istəyirəm. Dedi, qızım, sizlə vidalaşdım axı, mənə izin ver gedim. Dedi, yox, atacan, Atikə ilə necə qucaqlaşmışdın, o cür istəyirəm səndən qucaqlaşam. Həzrət Səkinə, Həzrəti Əbu Abdullahı bu şəkildə, bu dillə atdan indirdi. Və Həzrət İmam Hüseyn əleyhissalamla bir daha vidalaşdı, qucaqlaşdı, ondan sonra İmam Hüseyn əleyhissalam yola düşdü. İndi Müslim şəhid olmaq üzrədir, artıq tək qalıb, bunu tutublar, gətiriblər İbn Ziyadın, Allah lənət eləsin, huzuruna və oradan edama, dedilər ki, edam olasın. Qaldırdılar Darül İmaranın ən yüksək tərəfinə, yəni hündürlüyünə. Orada Müslimi oradan yerə atmaqla şəhid elədilər. Yerə atmamışdan qabaq Müslim çox vuruşdu və çox, onlardan çoxsunu cəhənnəmə göndərdi. Amma sonda yaralandı, bir qurtum su istədi. Çox maraqlıdır, Müslimin bir çox cəhətləri Həzrəti Əbəlfəzl Abbası oxşayırdı. Məsələn, Müslim də şəhid olanda 34 yaşı var idi. Həzrəti Əbəlfəzl Abbas kimi. Müslim də şəhid olanda Həzrəti Əbəlfəzl Abbas ağası kimi, əmisi oğlu kimi susuz şəhid oldu. Dedi ki, mənə su verin. Dedilər, nə istəyirsən? Dedi, mənə biraz su verin. Su gətirdilər. Suyu içmək istəyəndə ağzından yaralanmışdı. Qan düşdü suyun içərisinə. Düşdü suyun içərisinə, amma Peyğəmbər xanedanından olduğu üçün görün necə şəriətə əməl edir. Yəni bir qanlı suyu içmədi, atdı. Dedi, mənə təzədən verin. Yenidən su verdilər, yenə də qan düşdü və içmədi. İçmədi, o cür onu şəhid elədilər. Susuz şəhid oldu. Və onun sonra başın bədənindən ayırdılar. Bədənini Kufənin küçələrində süründürdülər, o tərəfə, bu tərəfə. Yəni, əziyyət edilədilər cəsədinə və sonra qala divarlarından asdılar. Son anda üzün çevirdi, dedilər ki, nə deyəcəksən sonda? Çevirdi üzün Məkkəyə tərəf, Həzrət İmam Hüseyn əleyhissalamın gələn yoluna tərəf. Dedi, Əssəlamu aleykə ya Əbə Abdillah. Bizim, Allah rəhmət eləsin, şairlərimizdən Xurşud Bani Natəvan sanki belə demək istəyirdi. Söylə Hüseynə ey səba, ey küləklər Hüseynə deyin, kərbi bəlaya gəlməsin. Orada Müslim ağlayır, düşmənlər deyir ki, niyə ağlayırsan? Ölümdən qorxursan, ona görə ağlayırsan. Dedi, yox, mənim narahatçılığım ölümdən deyil. Mənim narahatçılığım, mən İmam Hüseynə xəbər göndərmişəm ki, gəlsin, sənə beyyət eləyiblər Kufə cəmatı. Amma bu xəbər çox, yəni onun üçün yaxşı olmadı. Kufə cəmatı beyyətdən döndülər. İstəmirəm o gəlsin Kufəyə yetişsin. Ona görə narahatam.
Söylə Hüseynə ey Səba, kərb-ü bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Gəlsə bu dəştə o dərd-ü bəlaya düşər deyə Müslim İmam Hüseyn əleyhissalamın narahatçılığı ilə şəhid oldu və son kəlməsi də Əssəlamu aleykə ya Əba Abdillah oldu. Ələ lə'nətullahi alə qavmin zalimin.